Dohada süni intellekt və insan resursları, imkanlar, risklər və daha yaxşı gələcək naminə baxış adlı beynəlxalq konfrans keçirilib. Konfransın təşkil olunmasında məqsəd süni intellekt texnologiyalarının cəmiyyət həyatına təsirini, insan hüquqları və demokratik institutlar üçün yaratdığı imkanlar və riskləri müzakirə etmək, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığın və hüquqi çərçivənin gücləndirilməsinə dair tövsiyələr verməkdir. Konfrans çərçivəsində 12 əsas mövzu üzrə panel müzakirələr aparılıb. Süni intellektin əsas anlayışları, məxfilik və şəxsi məlumatların qorunması, algoritmik qərəzin qarşısının alınması, ifadə azadlığının təminatı, süni intellekt texnologiyalarının idarə olunması və rəqəmsal bərabərlik, hüquqi və etik çərçivələrin formalaşdırılması, təhlükəsizlik, demokratiya və media azadlığına təsirləri konfransın əsas müzakirə mövzuları olub. Azərbaycan nümayəndə heyəti tədbir zamanı süni intellekt texnologiyalarının tətbiqində insan hüquqlarının qorunması və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə görülən işlər və əldə olunan təcrübələr barədə təqdimatlar edib. Süni intellekt və insan haqları mövzusu gündəmə gətirildi və süni intellekt artıq insanların özünün də gündəlik ictimai, siyasi, sosial həyatına müəyyən risk və təhlükələr yaradır ki, məhz bu təhlükələri insan haqları prizmasından bugünkü konfransda müzakirə edirik. Beynəlxalq səviyyədə bu sənədlərin hazırlanıb işlənilməsi də olduqca vacibdir. Süni intellektin insan hüquqlarına təsiri, imkanlar və risklər hal-hazırda müasir dövrdə ən çox müzakirə olunan məsələlərdən biridir və bu məsələdə milli insan hüquqları təsisatların rolu çox vacibdir. Tədbir çərçivəsində beynəlxalq və regional insan hüquqları təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub. Təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar əldə olunub. Qeyd edək ki, Qətər dövləti bu sahədə irəli sürdüyü Milli Süni İntellekt Strategiyası və 2030 vizyonu çərçivəsində texnoloji inkişafı, insan hüquqları və etik dəyərlərə uzlaşdırmağı hədəfləyir.